Limfa düyünlərinin yaranma səbəbləri və əlamətləri. Limfa düyünlərinin gözlə gördükdə böyüməsi və limfa düyünlərinin üzərinə əllə vurduqda böyüməsi, limfa düyünlərinin ətrafı toxumaların şişkinliyin olması, tez-tez ürək bulanmanın yaranması və hərarətin yüksəlməsi, tez-tez boğaz ətrafı ağrılarının yaranması, tez-tez səbəbsiz halsızlığın və iştahsızlığın yaranması limfa düyünlərinin əlamətlərindəndir. Limfa düyünlərinin yaranma səbəbləri: immunitetin zəifləməsi, orqanizmdə xroniki iltihabi xəstəliklərin yaranması, suyun az içilməsi, orqanizmi həddindən artıq yorğunluğa salınması, orqanizmə zərərli qidaların qəbulu və daima zərərli vərdişlərin etməsi limfa düyünlərinin yaranmasına səbəb olur. Limfa düyünlərinin müalicəsi necə aparılır? İltihab əleyhinə və immunitet qaldırmaq üçün iynə dərmanlar təyin edilir, simptomlara görə antibiotik təyin edilir və ümumi kompleks müalicə aparılır. Onu da qeyd edim ki, limfa düyünlərinin üzərindən mas, krem, sıxmaq, basmaq, əzmək, bağlamaq, kompres qoymaq olmaz, qəti qadağandır. Limfa düyünlərinin inkişafını dayandırmaq üçün bol su içib və maya qəbul etmək lazımdır.